sosial şəbəkə hesabımda İzləyicilər görüb bir paylaşım eləmişdim. Şəhidimiz Zamin Abbasovun şirniyyat dükanına girən 2 nəfəri paylaşmışdım. Hansı ki onlar ora gəlmişdilər və qardaş bacı olduqları sonradan bilindi, deyildi. Gəlirlər şirniyyat almağa, 4 manatlıq şirniyyat sifariş verirlər. Ondan sonra şəhidimizin qardaşını orada bir manipulyasiya eləyirlər. Həmin bu gördüyünüz xanım deməli adı Gülnarə Hətəmovadır. Muzaməddin qızı. Gülnarə əvvəlcə 50-liyi çıxardır sumkasından, ondan sonra isə başlayır müxtəlif manevrlarla o 50 manatı təzədən bir də sumkasına daxil eləyir, çantasına daxil eləyir, balaca əlindəki o çantasına. Ondan sonra başlayır bilməm ciblərini axtarmağa. Baxın burada 50-liyi uzadır, baxın sonra təzədən bir də geri alır. Və deməli elə manipulyasiya eləyir ki, şəhidimizin qardaşına deyir ki, mən sənə 50-liyi verdim, xırdasını qaytar. Və 46 manat da xırda alır. Heç nə olmamış kimi gedir. Bir də ki, bu şirniyyat evinə girəndə birinci elə səni şəhidin fotosu qarşılayır. Elə mağazanın çölündə də şəhidin fotosu və Azərbaycan bayrağı qarşılayır səni. Sonra mağazaya girirsən, qapının üzbəüzündə də böyük bir fotosu var bizim şəhidimiz Zaminin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yəni bir də o fotoya baxa-baxa, bilə-bilə ki, buranı işlədən şəhid anasıdır, bir də ona qarşı dələduzluq eləyirsən. Və təbii ki, bu hal baş verən kimi, sonra kassaya baxırlar ki, kassada pul əskik gəlir, ondan sonra isə müşahidə kamerası, təhlükəsizlik kamerası baxırlar ki, qız pul vermədən, amma 50 manatın əlavəsini alır, gedir. 46 manatı alır, gedir. Və dərhal 102 qaynar xəttinə müraciət elədi şəhidimizin valideyni, qardaşı, ondan sonra isə Sumqayıt polisi hərəkətə keçdi və həmin bu cütlüyü tapıblar, bacıdır və qardaşdır. Yer gəlmişkən onu deyim ki, elə həmin hadisənin səhərsi günü, həmin bu qızın və oğlanın atası zəng elədi Sevda ananın telefonuna və mən də həmin ərəfədə oradaydım, mütəmadi olaraq ümumiyyətlə baş çəkirəm ora. Mən də həmin ərəfədə oradaydım, mən danışdım, Allah pis övladın üzünü qara eləsin, qızım belə bir şey eləyib, mən gəlim, ananın əlindən, ayağından öpüm, üzr istəyim, dedim, baxın, mən ananın yerinə qərar verə bilmərəm. Ana dedi ki, heç kim gəlməsin, o mənim oğlumun şəhid şəklinə baxa-baxa onları elədi, mənim oğlum bunlar üçünmü canından keçib onlar gəlib şəhid anasının məkanında dələduzluq eləyirlər. Onun ardından anası zəng elədi, mən ora gəlirəm, söylədi ki, biz Həzə Aslanovda yaşayırıq, mən də elə həmin vaxtda oradaydım, ana gəldi, ana ağladı, dedi, özüm müəlliməyəm, əslən Gəncədənəm, Həzə Aslanovda biz yaşayırıq, mənim qızımı elə günə qoyub ki, atası, siz ona baxsaz dəli olarsınız. Yəni, o qədər dedi, döyüb ki qızımı, qızım ümumiyyətlə yəni, ayağa qalxacaq durumda deyil. Mən dedim ki, siz gələnə qədər qız gələrdi, anadan üzr istəyərdi, bəlkə də bağışlayardı ana. O da dedi, qızım elə bir vəziyyətdədir ki, ayağa duracaq durumda deyil də, o qədər ağır döyüb ki atası onu. Ayağa duracaq durumda deyil, ona görə mən gəlmişəm. Şəhid anası da görüşmək istəmədi, çünki dedi ki, polisə müraciət etmişəm, Azərbaycan polisi lazım olan addımı atacaq və Sumqayıt polis idarəsi də təbii ki, bunların saxlanılması üçün dərhal hərəkətə keçdi və məsələnin maraqlı tərəfi nədən ibarətdir, dəyərli izləyicilərimiz? Demək ki, mən paylaşımı paylaşmışam və çıxıb bu qızın qarşısına və qız məcbur olub atasına etiraf eləməyə ki, belə bir şey eləmişəm. Və ata da, ana da başlayıblar ki, biz bunu hansısa şəkildə araya qoyaq. Hətta qızın anası deyir ki, 46 manat dələduzluq eləyibsə, üstündə cəmi 20 manat var. Bunu da qoyacam onun üzərinə və anıya verəcəm. Və biz anladırıq ki, xüsusi təyinatlı komando, şəhid Zamin zamanında işləyəndə bir neçə ailənin maddi yardımını edən bir hərbçi olub. Və o şəhadətə qovuşandan sonra Sevda ana deyir ki, nə qədər ayaq üstündə dura biləcəmsə, mən Zaminin əl tutduğu ailələrə yenə də əl tutacam, bir neçəsinə də əl tutur. Yəni orada söhbət alladılmış 46 manatdan getmirdi, oğurlanmış, götürülmüş, aparılmış 46 manatdan getmirdi. Şəhidimizə olan haqsızlıqdan gedirdi. Çünki yenə deyirəm, ən azından o qapının ağzında da şəhidin şəkli var, girəcəkdə də şəhidin şəkli var. Yəni bir adam onu hiss eləmirsə, orada bilmədən oldu da bir işdi oldu, ay yadımdan çıxdı, elə bildim ki vermişəm, amma sən demə verməmişdim, kimin ağıllar? Yəni başa düşürsən ki, adamlar üçün dəyər yoxdur həyatda. Və polis idarəsinə çağırıldı bu şəxslər. Şəhidimizin anası da, qardaşı da çağırıldı polis idarəsinə. Polis idarəsindən üzr istənildi və mən şəhidimizin anasına demişdim ki, xahiş edirəm bir diqqət elə gör.
O qız həqiqətən də döyülən qıza oxşuyurmu? Düz deyim, mən işgəncənin əleyhinəyəm, amma bəzi adamlar var ki, elə qolunu da qırmaq lazımdır, döymək də lazımdır. Etdiyi səhvə görə onu elə etmək lazımdır. Və Sevda ana deyir ki, ay Səidə, heç bir zorakılıq yox idi o qız. Qız dedi, elə gözəl, belə rahat oturmuşdu özü üçün divanda. Qardaşı da belə əlini qoyub divana filan, elə ki, belə də olmalıdır. Nəsə xala xətrin qalmasın bir üzr istəyiblər. Düzdür ki, üzr də lazım deyil onların istədiyi üzr. Amma anası çox üzr istəyib, çox ağlayıb. Mən başa düşürəm də, indi övladlarımız həqiqətən də bəzən bizi elə vəziyyətə qoyur ki, kiminsə yanında boynumuzu da bükürük, nə bilim, qəddimizi də əyirik. Olur da o deyir, övlad adamı düşmən qapısına aparır. O baxımdan da hardasa, yəni anlayıram o anaları. Və bir daha diqqətinizə çatdırıram ki, bu adamlar deməli Gülnarə Hətəmovadır və Ramal Hətəmovdur və şəhidimizin anası söyləyir ki, onlar bir neçə dəfə gəlib girmişdi bu mağazaya. Amma heç vaxt heç nə almayıb çıxıb getmişdilər. Və bu qızın anasının atasının dediyinə görə Sumqayıta bu adam gəlir sinif yoldaşının yanına. Və sinif yoldaşı gilə gedəndə adam Həzz Aslanovda qalır. Sumqayıtda necə olur bunun sinif yoldaşı olursa mən bilmirəm. Bu bir qədər tərs mütənasibdir də. Həzz Aslanovdan kimsə gəlib Sumqayıtda oxuyası deyil. Sumqayıtdan da kimsə gəlib Həzz Aslanovda oxuyası deyil. Sumqayıtda o qədər məktəblər var ki, nəsə, bunu da bir yalan olduğunu deyim və eyni zamanda elə şiddət göstərmişik, döymüşük, öldürmüşük belə və bir də o deyir həm suçlu, həm gücü və bir də o qədər israr eləyirlər ki, bu materialı pozun TikTokdan, bu materialı pozun TikTokdan. Anası çox xahiş elədi, hətta ağladı, dedim ki, mən pozmayacağam, qoy. Başqaları da görsün ki, belə bir dələduzlar var, onlar girirlər aptekə, onlar girirlər mağazaya və belə bir dələduzluq eləyirlər. Bildiyim qədərilə Sumqayıtda da bir neçə aptekdə olublar. Şəxsən aldığım informasiyadır. Orada da yenə pulu çıxardıblar, manevrlər eləyiblər, pulu qoyublar çantalarına. Deyilənə görə yenə də həmin bu qızdır və satıcıya deyir ki, əczaçıya, dərmanı götürdüm, pulumu da qaytar. Əczaçı deyir ki, sən mənə pul verməmisən. Deməli, qız o dirəşir sözü var ha, həqiqətən də dirəşir ki, mən sənə pulu vermişəm, sən qaytar, yəqin ki 50 manatlar verir, xırda bir şeylər alır ki, üzərində 30 manat, 40 manat, qabağa düşsün necə deyərlər. Və əczaçı deyir ki, mənə pul vermişsən, bu da deyir ki, vermişəm. Deyir, gözdə kameranı açın baxım. Kamera sözü eşidən kimi bunlar necə deyərlər, aradan çıxırlar. Və çox israr elədilər ki, materialı pozun. Mən dedim, mən paylaşdığım heç bir materialı pozmuram. Əgər orada yanlış informasiya yoxsa, kimisə haqqına girərəmsə, yalan informasiya alaram, yalan bir məlumat verərəmsə, dərhal bağlayaram, silərəm, hələ bir üzr də istəyərəm. Çünki bu həm də bir mədəniyyətdir. Yanlış heç nə etməmişəm, göstərmişəm ki, qoyun başqa mağazalarda bundan agah olsunlar, bundan duyuq düşsünlər. Və Sumqayıt şəhər polis idarəsinə, baş polis idarəsinə təşəkkürümü bildirirəm. Cəld bir şəkildə hərəkətə keçdilər, həmin bu şəxsləri tapdılar və indi bunu niyə təqdim eləyirəm ki, bir də nəticəni göstərmək istəyirəm və bir daha da deyirəm, çox xahiş edirəm, heç kim mənə zəng eləyib deməsin ki, o materialı oradan poz, bu qızın gələcəyi var, sabah bu qız ana olacaq, sabah bu qız bir ailəyə gedəcək, valla belə övladınız özünüzü apara bilmirsə, heç kimin ailəsini də qeyb bədbəxt eləməyə ehtiyacı yoxdur. Demək ki, hər kəs hərəkətini biləcək və indi də o kameralar olduğuna görə, müşahidə kameraları olduğuna görə çox gözəl bilinir ki, kim harda nə iş görür də artıq. Dərhal, yəni baxırsan kameraya və orada nə necədirsə incələyirsən və salam. Artıq hər şey ortadadır. Ona görə də ən azından özünüzə hörmətiniz yoxdursa, amma özünə hörmət eləməyən adam da şəhidə də hörmət eləyə bilməyəcək. Məsələn, bu tərəfi də var, amma yenə də ən azından heç olmasa o oğlanların ruhuna hörmət eləyin ki, neçə-neçə gənclər, neçə-neçə cavanlar, neçə-neçə oğullar, neçə-neçə atalar bu torpağın azadlığı uğrunda gözlərini yumublar. Ona görə yummayıblar ki, siz rahat bir şəkildə şəhid şəklinin üzünə baxa-baxa orada fırıldaqçılıq eləyəsiniz. Bir daha təşəkkür edirəm Azərbaycan polisinə.